Masallıda 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi günündə sünnət aksiyası təşkil olunub. Ərkivan Xeyriyyə Cəmiyyəti və Tuva Tibb Mərkəzinin birgə təşkilatçılığı ilə təşkil edilən aksiyada ikisi şəhid, 3-ü qazi övladı olmaqla ümumilikdə 62 uşaq sünnət edilib. Elit ailəvi restoranında keçirilən bədii hissədə sünnət olunacaq uşaqlar Masallı rəqs qrupunun milli geyimdə, əllərində dövlət bayraqları olan rəqqasların əhatəsində tədbirə daxil oldular. Tədbir ümummilli lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsinin anımı ilə başlayıb. Çıxış edən millət vəkili Məşhur Məmmədov, Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev, Tuva Tibb Mərkəzinin rəhbəri Mirmehdi Mirzavadzadə, Ərkivan Xeyriyyə Cəmiyyətinin sədri Cəfər Cəfərov, Ağsaqqal Mirzəki Mirkazımov və başqaları xeyirxah aksiyanın baş tutmasında əməyi olanlara təşəkkür edib, şəhid Nurlan Əbilovun övladları Amin və Fərruxun timsalında sünnət olunacaq bütün uşaqlara gələcək həyatlarında uğurlar arzulayıblar. Burada zəhmət edən həm Ərkivan Xeyriyyə Cəmiyyəti, həm Tuba klinikasına və bütün hamımıza minnətdarıq ki, belə bir aksiyanı həyata keçirirsiniz. Mən buna görə zəhməti olan hər birinizlə minnətdarlığımı bildirirəm. Uşaqların həyatında bəlkə də başa düşmədiyi ilk addımdır sünnət aksiyası, sünnət məsələsi. Onlar bugün həyatında elə bir an yaşayırlar ki, ömür boyu onların həyatına bir çıraq olacaq. Allah bütün valideynlərə bu balaca uşaqların böyük toyu qismət eləsin. Uşaqlıq getdi, kişilik gəldi. Bəli, bugündən siz artıq kişisiniz, siz sabahın əskərisiz, siz sabahın vətənpərvəri, igidi, qəhrəmanı, necə ki, əmiləriniz, atalarınız vətən müharibəsində göstərdiyi qəhrəmanlıqları davam etdirən şəxsiyyətlər kimi böyüməyinizi arzu edir. Bu günləri, bu gözəl gündə bizim evladlarımızın milli mənəvi, dini dəyərlərimizdən biri olan sünnət aksiyasının keçirilməsi sözün əsl mənasında təqdirə şayandır. Masallı 11 illik İncəsənət Məktəbinin gənc xanəndələri biri-birindən gözəl ifalar edib, İncəsənət işçiləri nağıl və cizgi filmi personajlarının obrazlarında uşaqları şənləndiriblər. Birgə tor kəsimindən sonra millət vəkili Məşhur Məmmədov və Ərkivan Xeyriyyə Cəmiyyəti tərəfindən uşaqlara hədiyyələr təqdim edilib. Bədii hissədən sonra Tuva Tibb Mərkəzinin peşəkar həkimləri tərəfindən sünnət olunacaq uşaqlar müayinə olunaraq sünnət prosesi icra edilir. Elsəvər Əliyev, Faiq Mirzə, Asiya filmi.